Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Deməli, 6-cı siniflər üçün keçirilmiş monitorinq imtahanının D variantının sual kitabçası da artıq əlimizdədir. Ona görə də vaxt itirmədən D variantının tamamilə bütün mətnlərinin izahını sizə təqdim edirəm. Deməli, xoşbəxtlikdən D variantında birinci mətni, düyük əsası mətni ötən il 6-cı sinif monitorinq imtahanına düşmüş eyni ilə mətnlərdir, eyni ilə suallardır. Hansı şagirdlər ki, ötən ilki mətni işləyiblər və onlara D variantı düşüb, onların işi daha da asan olub bu baxımdan. Ona görə vaxt itirmədən suallara keçək. Deməli, mətndə hansı başlıqla adlandıra bilərik mətni? Zəhmət və bilik insanı uğura aparır. Dəqiqə. Zəhmət və bilik insanı uğura aparır. Birinci cavabı D-dir. 2. Qosir sehirli kasanın maddi sərvətləri ona biliş və dünya görüşü qazandıracaq kitablar istəyir. Bu davranışı necə dəyərləndirirsiniz? Çünki Qosir biliyin və özünün inkişafının faydasını dərk eləyirdi. Cavab olur B. Daha sonra 3-cü sual. Mətnə əsasən yanlışdır. İnsanlar haqqında ilkin təəssürat yanıldıcı ola bilər. Bu doğrudur. Çətinliklər və təhlükə insanın gizlin xüsusiyyətlərini ortaya çıxarır. Çətinlikdə və təhlükədə insanın gizlin xüsusiyyətləri ortaya çıxır. Bir dəqiqə, bəzən hadisənin gedişi ədaləti bərpa edir. Bu da doğrudur. Uğur və şans yalnız güclülərə yoldaşlıq edir. Bax, bu yanlış fikirdir. Bizdən yanlış istəyir. Bunlar isə doğru fikirlər idi. Cavab olacaq D. Landu və Suaco təhsillərini yarım qoyduqları üçün peşman olur və məktəbə qayıdırlar. Onlardakı bu dəyişikliyi necə izah oluna bilər? Səhvlərini həqiqətən başa düşürlər və dəyişmək istəyirlər. Cavab bəli olacaq burada A. Doğru fikirləri seçin. Oğlanlardan ikisi öz seçimlərin nəticəsində deməli, təhsillərin vaxtını tamamlaya bilmədilər. Sonra həyatlarının böyük hissəsini mənasız yaşadılar. Sehirli kasadan tam faydalana bilmədilər. A. Daha sonra müdrik alim üçün o hələ də sehirlidir fikri sizcə nə ifadə eləyir? Nə? Burada cavab nə olacaq? Kasa və onu verən qadın Qosirin həyatında böyük rol oynamışdı. Bəli, cavabımız burada D-dir. Mətnin məzmununa hansı fikir təsdiq etmir? Təsdiq etmir. Nə əkərsən onu biçərsən təsdiq eləyir. Bilik savad yalnız məktəbdən əldə edilir. Yanlış. Elm maddi sərvətdən üstündür. Doğru. Zəhmət çəkən zərər çəkməz. Doğru. Cavabımız olacaq B. Bizə yanlış cavab istəyirdi bizdən. Qosir yaşlı qadının etibarını necə qazandı? Yanğında cəsur davrandı. 1. İşlərini məsuliyyətlə görürdü. 3. 1-3. A. Sonra keçdik 9-cu suala. Yaşlı qadın Qosirə arzu edərkən niyə yaxşı fikirləşməyi tapşırırdı? Çünki kasa sınarsa verdikləri yox olacaqdı. Cavab C. Landua və Suaconun kasa ilə ehtiyatsız davranışı nə ilə nəticələndi? Deməli, yanğın baş vermək yanlış. Qosirin görmə qabiliyyətini itirir. Yetkin yaşlarında məktəbə getməli olurlar. Bəli, böyüyəndən sonra məktəbə gedirlər. Daha sonra bir göz qırpımında sərvətlərini itirirlər. 4 düz. Ən müdrik adama çevirirlər. Yanlış. Deməli 2, 3, 4. A variantı doğru cavabımız. Səbəb nəticə əlaqəsi pozulmuşdur. İstəyir. Deməli yaşlı qadın oğlanlardan ikisini məktəbə göndərir. Nəticədə onlar müdrik alim olurlar. Yanlış. Əlaqə pozulub. A variantı. Qalanlar doğrudur. Evdə güclü yanğın baş verdi. Qosir cəsur fədakar davrandı. Düz. Lando və Suaco günlərini yeyib içməklə əyləncəli keçirdilər. Təhsillər yarımçı qaldı. Düz. Sehirli qadın yanğından Qosir xilas etdi. Sehirli kasa ilə mükafatlandırıldı. Bu da doğru. Nə üçün Qosir kasanın qırıq hissələrini yapışdırıb saxladı? Çünki o kasanı xatirə kimi saxlamaq istəyirdi. Cavab D. Sehirli kasanın Qosirə verildiyini eşidəndə niyə digər qardaşların kefi pozuldu? Çünki ona paxıllıq edirdilər. Özlərinin haqqı olduğunu düşünürdülər. Nəysə, düşünürdülər. Belə yazmışsınızsa 13-də doğru olacaq. Sonra baxaq. Növbəti mətnimiz nədir? Arıları necə qorumalı? Bu mətni səsləndirmişik.
Hər ehtimala qarşı suallara baxaq. Bir dəqiqə. Arıları necə qorumalı? Dərmanlama, qida, arı pətəkləri məlumatlandırma. Aha. Baxaq 14-də. Mətnin giriş hissəsinin funksiyası nədir? Girişdə nədir? Girişdə arılar təbiət üçün həyati əhəmiyyət daşıyır. Onlar çiçəkləri tozlandıraraq bitkilərin böyüməsini təmin edir və bal hazırlayır. Arıların qorunması təbiətin və qida təhlükəsinin qorunması deməkdir. Bu istiqamətdə hər birimiz sadə qaydalara əməl edə bilərsiniz. Deməli, məqsəd burada nədir? Arıların qorumaq yollarını göstərmək yox, arıların təbiətdəki rolunu izah eləməkdir. Bağda hündür otlu sahələr saxlamağın arılar üçün faydası nədir? Deməli, arılar üçün yaşayış mühiti yaratmaqdır. Mətnin hansı hissəsində bağlarımızdan arılara qayğı ilə yanaşmağın yolları göstərilir? Deməli, hansı hissədə idi bu? Baxaq. Hansı hissədə idi? Arılara qayğı göstərmək. Məlumatlandırma hissəsinə baxaq. Arıların qidalanması üçün uyğun çəki bitkilərin toxumlarını paylaşın, insanların arıları qorumasına təşviq edin. Deməli, arılara qayğı edilən bağlı məlumatlandırma hissəsində məlumat verilir. Bu da B-dir. Aha. Keçək növbəti mətnə. Nihat, məqalə. Deməli, salam Nihat, çox üzr istəyirəm. Texniki bir səhvə görə məktub sənə yox, natiqə gedib. Bugün oktyabrın ilk iclasını keçirdik. Təəssüf ki, orada olmadığın üçün vacib bir qərarı sənsiz qəbul etməli olduq. Gələn ay qəzetimizin xüsusi buraxılışı texnologiya və biz mövzusu nəşr olunacaq. Bu sayədə çox məlumatlı olduğunu bilirəm. Köməyinə ehtiyacımız var. Səndən oyunların faydası mövzusunda maraqlı məqalə hazırlamağı xahiş edirik. Yaxşı olar ki, yazıda faydalı məsləhətlər və keyfiyyətli şəkillər yer alsın. İclasdakı bütün qeydləri səninlə bölüşürəm. Hazırlayacağımız bir dəqiqə fikrim yayındı. Keyfiyyətli şəkillər olsun. Hazırlayacağımız materialların qəzetimizin ən maraqlı hissəsi olacağına inanıram. Uğurlar səndən xəbər gözləyirik. Hörmətlə Aydan. Deməli, Məktəb qəzeti iş planı. Mövzu təsdiqləndi 5 oktyabr. Şəkillərin toplanması 12 noyabr. Məqalənin təhlili 15 noyabr. Müzakirə qeydləri. Mövzu oyunların faydası. Söz sayı 150 söz. Əla. Baxır suallara. Aydan niyə məhz Nihatın məqalə yazmaq istəyir? Çünki Nihat məlumatlı idi. Nihat bu sayədə məlumatlı idi. Nihat hansı vacib qərarın qəbulunda iştirak edə bilmədi? Mövzu seçimi, məqalə mövzusunun təsdiqlənməsi. B. Cədvəldəki tarixlərin düzülüşü bizə nəyi göstərir? İşin hər bir mərhələsinin bir-biri ilə əlaqəli olması. A. Əla. Kiber təhlükəsizlik. Deməli, bu mətni də digər variantı izah eləyəndə oxumuşduq, səsləndirmişdik. Deməli, suallara baxaq. Mətnə görə aşağıdakı şifrələrdən hansı daha təhlükəsiz hesab olunur? Bax, mətndə deyir ki, həm böyük hərf olmalıdır, həm kiçik hərf, həm rəqəm, həm də simvol. Cavabımız A-dır. Mətnə əsasən aşağıdakı nəticələrdən hansını çıxarmaq olar? Kiber hücumlar yalnız sadə şifrələrdən istifadə edən şəxslərə zərər vura bilər. 21-də belə deyilir. Aha, bu doğru fikir. Şifrənin uzunluğu və müxtəlifliyi onun təxmin olunma ehtimalını azaldır. Bu yanlış fikirdir. Puzzle üsulu ilə yaradılan şifrəni dəyişdirməyə ehtiyac yox, 3-6 aydan bir dəyişdirilməlidir. Açıq Wi-Fi şəbəkənin yalnız zəif şifrəsi olan hesablar təhlükə altında, yox, hamısı təhlükə altındadır. Düzgün cavab A-dır burada. 21A. Mətnin şəbəkə təhlükəsizliyi hissəsi oxuculara əsasən nə barədə xəbərdarlıq edir? Şəbəkə təhlükəsizliyi şəbəkəyə qoşulmayın, açıq şəbəkələrə. Açıq internet şəbəkələrinin riski barədə. Cavab A-dır. Mətndəki təlimatlar kimlər üçün verilib? Deməli, şagirdlər üçün verilib. 23 olacaq A. 24. Mətnə ən uyğun başlıq hansıdır? Ən uyğun başlıq. Rəqəmsal hesabların təhlükəsizliyi. 24 olacaq C. 25. Şifrənizin dəyişmək üçün tövsiyə olunan maksimum müddət nə qədərdir? 3, 6 aydan 1. Deməli, C variantı da bu qədər. Diqqətiniz üçün çox sağ olun. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Videonu bəyənməyi, şərh yazmağı, abunə olmağı unutmayın. Daha çox insanın, daha çox
şagirdin faydalanmasını istəyirsinizsə, videonun linkini paylaşın ki, daha çox insan məlumatlı olsun, daha çox insana fayda vermiş olarıq. Diqqətiniz üçün minnətdarım.